Salam, hər vaxtınız xeyir olsun, əziz kanal izləyiciləri və əziz 11-cilər. Bildiyimiz kimi 2026-cı ildə keçiriləcək 11-ci siniflər üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb. Bugündən etibarən 9 martda keçiriləcək buraxılış imtahanına dəstək məqsədi ilə hər gün sizinlə riyaziyyat fənnindən ümumi sınaqlar paylaşacağım. Bu cür video izahların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənib kanala abunə olaraq dəstək ola bilərsiniz. Vaxt itirmədən keçək sualların izahına. Başlayaq 61 nömrəli çalışma ilə. 61-ci çalışmada yazılıb ki, paralel köçürmədə 2,5 nöqtəsi -1,8 nöqtəsinə keçirsə, 4,2 nöqtəsi hansı nöqtəyə keçəcək? Deməli, burada sağ tərəfdə yazsam, paralel köçürmə zamanı 2,5 nöqtəsi hansı nöqtəyə keçib? -1,8 nöqtəsinə keçib. İndi bizdən 4,2 nöqtəsinin hansı nöqtəyə keçəcəyini tapmaq tələb olunur. Bu müəyyən bir x, y nöqtəsinə keçirsə, bizə verilən paralel köçürməyə əsasən baxıb görürəm ki, verilmiş 2,5 nöqtəsinin x-i 3 vahid azalıb, y-i də 3 vahid artıb. Fikir verin uşaqlar. 2-dən -1-ə gəliblərsə, deməli bu nöqtənin x-i 3 vahid azalıb. Amma y-nə fikir verin, 3 vahid artıb. Məsələn, mən bunu x1, y1, -1,8 nöqtəsinin koordinatlarını isə x2, y2 ilə işarət etsəm, görürəm ki, x1-dən x2-yə necə keçiblər? Yəni 3 çıxmaqla, -3 əlavə eləməklə. Ona görə də indi bu 4,2 nöqtəsinin də hansı nöqtəyə keçəcəyini tapmaq üçün, x-ini tapmaq üçün 4-ün üzərinə -3-ü gəlməliyik. 4-ün üzərinə -3 gələndə müsbət 1 olur. Y isə necə dəyişib? Y1-dən y2-yə görürəm ki, 3 vahid artım olub. Ona görə də indi bu 4,2 nöqtəsinin keçəcəyi nöqtənin y-i də 2-nin üzərinə 3 gəlməklə tapılacaq. 2 üzərinə gəl 3 olur 5. Deməli, hansı nöqtəyə keçəcək? 1, 5 nöqtəsinə 61-ci sualda doğru cavabımız olur A variantı. Davam edək növbəti 62-ci çalışma ilə. Aşağıdakı funksiyalardan hansılar bütün ədəd-oxunda təyin olunmuşdur? Bütün ədəd-oxunda təyin olunmaq o deməkdir ki, yəni aşağıdakı funksiyalardan hansının təyin oblasti mənfi sonsuzluq və müsbət sonsuzluqdur. Burada uşaqlar sinus x və kosinus x funksiyalarıdır ki, bütün ədəd-oxunda təyin olunan funksiyalardır. Yəni təyin oblastları mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Cavab C variantı olacaq. Amma tangens x və kotangens x funksiyaları kəsilən funksiyalardır. Daha sonra 63 nömrəli çalışmaya baxaq. A paraleldir B olarsa, şəklə əsasən kəsişmədən alınan iti bucağı tapmaq tələb olunur. Deməli, uşaqlar, bizə 2 dənə paralel düz xəttlər verilib. Bu A düz xəttir, bu da B düz xəttidir. Bu A və B düz xəttlərini hər hansı üçüncü bir düz xəttlə kəsişdiriblər. Daha sonra burada alınan bucağa 3 alfa yazıblar. Buradakı alınan bucağa da 5 alfa çıxılsın 72 dərəcə yazıblar. Biz bu kəsişmədən alınan iti bucağı tapmalıyıq. Əvvəlcə yəni alfanı tapaq. Görürük ki, bu bucaqlar bir-birindən daxili çarpaz bucaqlardır. İki paralel düz xətt üçüncü ilə kəsişəndə alınan daxili çarpaz bucaqlar bir-birinə bərabər olur. Yəni 3 alfanı mən 5 alfa çıxılsın 72-yə bərabərləşdirməliyəm. Buradan 72 bərabər olur 2 alfaya. Alfanı tapsaq, alfa bərabər olacaq 36 dərəcəyə. İndi uşaqlar, burada alfanı yerinə 36 dərəcə qoyanda bu bucaq kör bucağı təbii ki 108 dərəcəyə bərabər olur. Bizdən bax bunun qonşusu bu iti bucağı soruşur. 180-dən də 108-i çıxıb 72 dərəcə tapırıq. Burada cavab olur 180 çıxılsın 108, yəni 72 dərəcə. 63-cü sualda da doğru cavabımız A variantı olur. Növbəti baxaq 64 nömrəli çalışmaya. Yazıb ki, fx funksiyası bütün ədəd-oxunda təyin olunmuş azalan funksiya olarsa, aşağıdakilərdən hansının qiyməti ən böyükdür? Uşaqlar, azalan funksiya o deməkdir ki, x arqumentinin qiyməti artdıqca funksiyanın qiyməti azalır. İndi bizdən ən böyüyünü soruşduğuna görə, deməli, hansında ki, x-in qiyməti ən kiçikdir, o ən böyük qiymət alacaq. Burada E variantında verilən f-5 funksiyasının arqumenti ən kiçik olduğuna görə, deməli, ən böyük qiyməti də bu qiymətdə, bu nöqtədə, yəni -5 nöqtəsində alacaqdır. 64-cü sualda doğru cavabımız oldu E variantı. Növbəti 65-ci suala baxaq. Yazıb ki, diaqonallarının sayı tərəflərinin sayına bərabər olan qabarıq çoxbucaqlının tərəfləri sayını tapın. Uşaqlar, biz qabarıq çoxbucaqlıların diaqonallarının sayının tapılma düsturunu bilirik. N vurulsun, N-3 bölünsün 2 düsturundan tapılır.
bu diaqonalların sayının tapılma düsturudur və burada n tərəflərin sayını göstərir. Onda bu bizə deyir ki, bu diaqonalların sayı tərəflərin sayına bərabərdir. Ona görə bunu n-ə bərabərləşdirəcəm. Sürəti vurub atsam n kvadratı çıxılsın 3n bərabər olacaq 2n-ə. Daha sonra 2n-i bərabərliyin soluna atsaq, alınacaq n kvadratı çıxılsın 5n bərabərdir 0. Bərabərliyin solunda n-i ortaq vuruq kimi mötərizə xaricinə çıxarsaq, n vurulsun n-5 bərabərdir 0 olur. Buradan da n bərabər olur nəyə? 5-ə. N-in 5 olduğunu alırıq. N 5-dirsə bizdən nəyi soruşur? Bizdən bu qabarıq çoxbucaqlının tərəflərin sayını soruşur. Doğru cavab olacaq D variantı. Növbəti 66-cı suala baxaq. 66-cı sualda yazıb ki, 4-cü dərəcədən kök altında 8, üzərinə gəlinsin 4-cü dərəcədən kök altında 2 cəminin kvadratını. Yəni bunu mötərizəyə alıb bunun kvadratını tapmalıyıq. Bu bərabər olacaq. Müxtəsər vurma düsturuna görə necə asılacaq? 4-cü dərəcədən kök altında 8-in kvadratı üzərinə gəlinsin 2 vurulsun 4-cü dərəcədən kök altında 8 vurulsun 4-cü dərəcədən kök altında 2 və üzərinə gəlinsin 4-cü dərəcədən kök altında 2-nin kvadratı. 4-cü dərəcədən kök altında 8-in kvadratı elir kök altında 8, düzdürmü? Üzərinə gəlinsin 2 vurulsun 4-cü dərəcədən kök altında 8-i 4-cü dərəcədən kök altında 2-yə vurub 4-cü dərəcədən kök altında 16 şəklində yaza bilərik. Və üzərinə gəlinsin 4-cü dərəcədən kök altında 4 olur. 4-cü dərəcədən kök altında 4. Bu da bərabər olur uşaqlar. 4-cü dərəcədən kök altında 8-i mən yaza bilərəm necə? Bunu biz necə yaza bilərik? Deməli, yox, burada artıq 4-cü dərəcədən yox, kök altında, 2-ci dərəcədən kök altında 8 qalır. Eyni ilə burada da qalır nə? 4-cü dərəcədən kök altında 4. Hə. İndi uşaqlar, kök altında 8, 2 kök altında 2 deməkdir. Kök altında 8-in yerinə 2 kök altında 2 yazaram. Kök altında 8-in yerinə 2 kök altında 2 yazaram. Üzərinə gəlinsin 2 vurulsun 2 və üzərinə gəlinsin. Bu da kök altında 2 deməkdir. Kök altında 2. Bunu sadələşdirsək olacaq 3 kök altında 2 üzərinə gəlinsin 4. Doğru cavab 3 kök altında 2 üzərinə gəlinsin 4. C variantı olacaq. Növbəti 67-ci çalışmaya baxaq. Yazıb ki, 2 konsentrik çevrədən böyüyünün vətəri kiçiyinə toxunur. Bu vətərin uzunluğu 6 sm olarsa, çevrələr arasında qalan halqanın sahəsini tapın. Şuralar 2 dənə konsentrik çevrə o çevrələrdir ki, mərkəzləri üst-üstə düşsün. 2 dənə burada konsentrik çevrə çəkəcəm, yəni mərkəzləri üst-üstə düşən 2 dənə çevrə çəkəcəm. İndi bizə nə deyir? Bunların mərkəzləri üst-üstə düşür. Böyüyünün vətəri kiçiyinə toxunur. Məsələn, uşaqlar, belə bir vətər çəkəcəm. Belə bir vətər çəkəcəm. Bu böyüyünün vətəridir. AB vətəri olsun. AB vətəri olsun. Həqiqətən də kiçik çevrəyə toxunur. Bu vətərin uzunluğu deyir ki, 6 sm-dir. Uşaqlar, təbii ki, mən buradan bura bir düz xətt çəksəm, bu buna perpendikulyar olacaq. Radius kiçik çevrənin radiusudur və AB də toxunan olur. Radius həmişə toxunana perpendikulyar olur. Ümumi AB vətəri 6-dırsa, bu 3 sm-lik 2 bərabər parçaya ayrılacaq. Daha sonra bizə nə deyir? Bizə deyir ki, çevrələr arasında qalan halqanın sahəsini tapın. Deməli, uşaqlar, çevrələr arasında qalan halqanın sahəsini tapmaq üçün S halqa bərabər olacaq pi böyük çevrənin sahəsindən, böyük dairənin sahəsindən biz kiçik dairənin sahəsini çıxmalıyıq. Düzdürmü? İndi buradan əvvəlcə təbii ki, biz nəyi tapmalıyıq? Buradan nəyi tapmalıyıq biz? Baxın, burayla birləşdirsəm buranı, bunu da bu şəkildə birləşdirsək, bura təbii ki, kiçik çevrənin radiusudur. Bura balaca r yazaram, Burada olacaq nə? R çıxılsın kiçik r. Burada eyni ilə kiçik r olur. Düzdürmü? İndi biz buradan uşaqlar bu düzbucaqlı üçbucaqlardan Pifaqor teoremini tətbiq eləsək, uşaqlar, indi mən bu içərisini elədim, yəni sarı bu düzbucaqlı üçbucağa baxarsınız. Bax, bu düzbucaqlı üçbucağa. Burada Pifaqor teoremini tətbiq eləyəndə alınır ki, 3-ün kvadratı üstünə gəl kiçik r-in kvadratı bərabər olur böyük r-in kvadratına. Buradan 9 bərabər olur böyük r kvadratı çıxılsın kiçik r kvadratı. İndi bu son aldığımız düsturda pi-ni mötərizə xaricinə çıxaranda pi vurulsun böyük r kvadratı çıxılsın kiçik r kvadratı olur. Buradan böyük r kvadratı çıxılsın kiçik r kvadratı ifadəsinin 9-a bərabər olduğunu almışam. Cavab olur 9 pi kvadrat santimetr. Çox maraqlı bir çalışma idi.
Cavab burada B variantı olacaq. Növbəti 68-ci çalışmaya baxaq. Deməli 68-ci çalışmada bizə belə bir sistem tənlik verilib. Yazıb ki, x çıxılsın y bərabərdir 2-dir. X kvadratı çıxılsın y kvadratı bərabərdir 36 olarsa x-i tapın. Uşaqlar, sistem tənliyin birinci tənliyi ilə işim yoxdur. X çıxılsın y bərabərdir 2-ni olduğu kimi saxlayacağım. X kvadratı çıxılsın y kvadratı müxtəsərə görə vurğulara x çıxılsın y vurulsun x plus y şəklində ayrılır. Bərabər olur 36-ya. Buradan alınır ki, x minus y fərqi 2-dirsə, onda x plus y cəmi də 18 olmalıdır ki, aşağıdakı tənlikdə 2 vur 18 36 eləsin. Bu sistem tənliyi toplama üsulundan həll eləsəm, burada mənfi y və müsbət y-lər islah olunacaq. 2x bərabər olur 20-yə, x də bərabər olur nəyə? 10-a. X-imiz 10 oldu, y istəsəydi 8 olardı, amma bizdən x-i soruşduğuna görə cavab D variantı 10 olur. Növbəti 69-cu suala baxaq. Deyir ki, başlanğıcı 6-8 nöqtəsində və sonu koordinat başlanğıcında olan vektorun uzunluğunu tapın. Deməli, başlanğıc nöqtəsi A nöqtəsidir və koordinatları 6-8-dir. Sonu da ki, koordinat başlanğıcında, yəni 0-0 nöqtəsindədir. Bizdən bu AO vektorunun uzunluğunu istəyir. AO vektorunun uzunluğu bərabər olacaq. Kök altında 0 çıxılsın 6-nın kvadratı, üzərinə gəlinsin 0 çıxılsın 8-in kvadratı. Yəni, sondan başlanğıcı çıxıb uyğun koordinatların fərqinin kvadratları cəmini kök altı yazırıq. Olur kök altıda 36 üzərinə gəlinsin 64. Yəni kök altında 100, 100-ün də kvadrat kökü 10-a bərabər olur. 69-cu sualda doğru cavab D variantı. Növbəti 70-ci suala baxaq. Yazır ki, bu ifadəni sadələşdirin. Deməli, tangens alfa çıxılsın kotangens alfa. Uşaqlar, mən bunu necə yazacağım? Kotangens alfanın yerinə 1 bölünsün tangens alfa yazanda olur tangens alfa çıxılsın 1 bölünsün tangens alfa. Daha sonra orta məxrəc eləsək, orta məxrəc olacaq tangens alfada tangens kvadratı alfa çıxılsın 1. Düzdürmü? Belə bir ifadə alınır. İndi bunu biraz da sadələşdirsək görə bizə nəyi verəcək bu ifadə? Uşaqlar, bunu mən necə sadələşdirə bilərəm? Bunu belə yaza bilərik uşaqlar. Deməli, biz 1 bölünsün tangens alfa bölünsün tangens kvadratı alfa çıxılsın 1 kimi yazacağım. Bu bərabər olacaq. Daha sonra bu kəsin sürətini və məxrəcini gəlin biz mənfi 2-yə vuraq. Mənfi 2-yə vursaq olacaq mənfi 2 bölünsün 2 tangens alfa bölünsün 1 minus tangens kvadratı alfa. Düzdürmü? Bu da bərabər olacaq. İndi uşaqlar, bu ifadə mənə tangens 2 alfanın açılışını verir. Ona görə olur mənfi 2 bölünsün tangens 2 alfa. Daha sonra mənfi 2-ni tangens 2 alfaya böləndə tangens 2 alfanın yerinə 1 bölünsün kotangens 2 alfa yazsaq, bu mənfi 2 kotangens 2 alfaya bərabər olacaq. Doğru cavab 70-ci sualda B variantıdır. Növbəti 71-ci suala baxaq. 71-ci sualda deyir ki, ABC bərabər tərəfli üçbucaqdır. Belə bir bərabər tərəfli üçbucaq gəlin əvvəlcə çəkək. Bu bizim ABC bərabər tərəfli üçbucağımız olsun. Buradan bir DY parçası çəkilib. Bura D nöqtəsidir, bura Y nöqtəsidir. Bu DY BC tərəfinə perpendikular olduğu verilib. AB deyir ki, 24-dür. AD DC-yə bərabərdir. Bərabər tərəfli olduğuna görə oturacaq 24 isə hər bir tərəf 24 olur. Bura 12, burada 12 olacaq. Daha sonra bizdən YB-ni tapmaq tələb olunur. YB, x yazıram. Bu x məsafəsini biz tapmalıyıq. Uşaqlar, təbii ki, burada mən nə edə bilərəm? Bərabər tərəfli üçbucaqda hər bir daxili bucağı 60 dərəcə olacaq. Hər bir daxili bucağını 60 dərəcə yazsam, eyni ilə təpə bucağı da 60 dərəcə olacaq. Burada bir kiçik bir düzbucaqlı üçbucaq yaranır. Baxın, bu düzbucaqlı üçbucağa baxın. 30, 60, 90 düzbucaqlı üçbucağıdır bu. Baxın, bu bucağı da olur 30. Və biz bilirik ki, 30 dərəcəlik bucaq qarşıda duran katet hipotenuzun yarısı olur. Yəni, CY məsafəsi 6 olur. Ümumi BC tərəfi 24 olmalı idi. CY 6-dırsa, onda x bərabər olur 24 çıxılsın 6. Yəni, 18 santimetr. 71-ci sualda da doğru cavab B variantı olacaq. Növbəti 72-ci suala baxaq. Deməli, 72-ci sualda mənə A çıxılsın B fərqinin 1 olduğu verilib. A kubu çıxılsın B kubu çıxılsın 1
bölünsün AB fərqini, nisbətini hesablamalıyıq. Mən sürətdə A kubu çıxılsın B kubunu vurğulara A minus B vurulsun A kvadrat üstəgəl AB üstəgəl B kvadrat kimi ayıracam və çıxılsın 1 bölünsün. Məxrəcdə də AB var. Bərabər qoysam A çıxılsın B-nin yerinə 1 qoyanda olur A kvadrat üstəgəl AB üstəgəl B kvadrat çıxılsın 1 bölünsün AB. Daha sonra uşaqlar sürətdəki A kvadrat üzərinə gəl AB üzərinə gəl B kvadratını mən A çıxılsın B-nin mötərizə kvadratı üstünə gəl 3AB kimi yaza bilərəm və bir də çıxılsın 1 bölünsün AB. A çıxılsın B-nin yerinə yenə 1 yazanda olur 1 üzərinə gəl 3AB çıxılsın 1 bölünsün AB. Sürətdə birlər islah olunur, qalır 3AB bölünsün AB. 3AB-nin də AB-yə nisbəti bizə 3-ü verir. 72-ci sualda doğru cavabımız olur 3B variantı. Davam edək növbəti 73-cü sualına. Deyir ki, alfa və beta düzbucaqlı üçbucağın iti bucaqları olarsa, kosinus alfa, kosinus beta çıxılsın sinus alfa, sinus beta ifadəsinin qiymətini tapın. Deməli, uşaqlar, bizə belə bir ifadə verilib. Kosinus alfa, kosinus beta çıxılsın sinus alfa, sinus beta. Düzdürmü? Bunu biz hesablamalıyıq. Təbii ki, bu bizə nəyi verəcək uşaqlar? Bu bizə toplama teoremlərinə əsasən bu bizə kosinus alfa plus beta açılışıdır. Və yəni belə bir düzbucaqlı üçbucaq çəksəm, bunun 2 dənə iti bucağı alfa betadır. Alfa plus beta cəminin yerinə nə yaza bilərəm? Alfa plus beta cəminin yerinə 90 yaza bilərəm. Yaza bilərik. Bu bərabər olacaq kosinus 90 dərəcə. Kosinus 90-da da nəyə bərabər olur? 0-a. Deməli 73-cü sualda doğru cavabımız olur A variantı. Daha sonra 74-cü çalışmaya baxaq. Yazıb ki, tangens x plus 20 dərəcə bərabərdir kök 3 bölünsün 3 tənliyinin ən kiçik müsbət kökünü tapır. Buradan təbii ki, x plus 20 bərabər olacaq. Deməli, arctangens kök 3 bölü 3 üzərinə gəlinsin pi k. Buradan x plus 20 dərəcə bərabər olur. Tangens kök 3 bölü 3'ü 30 dərəcədə alır. 30 dərəcədə nə deməkdir? Pi bölünsün 6 üzərinə gəlinsin pi k. Daha sonra x'i tapsaq olur 10 dərəcə üzərinə gəlinsin pi k. Ən kiçik müsbət kökü neçə dərəcədir? Ən kiçik müsbət kökü tapmaq üçün k-nın yerinə biz 0 qoymalıyıq. K təbii ki, daxildir tam ədədlər çoxluğuna. 0 qoyuruq. Ona görə ən kiçik müsbət kökü olur 10 dərəcə. Cavab 10 dərəcədir burada. Daha sonra davam edək 75-ci çalışma ilə. Yazıb ki, c kvadratının qiyməti a kvadratı və b kvadratı ədədlərinin ədədi ortasına bərabərdir. Onda c kvadratı bərabərdir a kvadratı üzərinə gəl b kvadratı bölünsün 2 kimi yaza bilərəm. Buradan a-nı və b-ni verib bizə 2c kvadratı bərabər olur a kvadratı üzərinə gəl b kvadratına. Buradan 2c kvadratı bərabər olur a-nın və b-nin qiymətlərini yerinə qoysam 4 üzərinə gəl 14-ün kvadratı 196. Buradan 2c kvadratı bərabər olur 200-ə. C kvadratının 100-ə bərabər olduğunu alırıq. Onda c-nin 2 dənə qiyməti alınır. Müsbət mənfi 10. Müsbət qiymətini bizdən soruşduğuna görə doğru cavab olur müsbət 10. Daha sonra 76-cı suala baxaq. Bizə belə bir fx funksiyası verilib. Fx funksiyası bu şəkildədir. X kvadratı çıxılsın 6x. Deyir ki, bu parabolanın təpə nöqtəsinin absisini tapın. Ümumiyyətlə, kvadratik funksiyanın təpə nöqtəsinin koordinatları n və n ilə tapılır. M-in düsturu bu şəkildədir. Mənfi b bölünsün 2a. Yəni olur mənfi 6 bölünsün 2 olur 3. Absisini soruşuna görə elə cavabımız burada 3 olur. Ordinatını istəsəydi aparıb funksiyada x-in yenə 3 qoyardınız. Y-i də tapardınız. Növbəti 77-ci suala baxaq. X-in deyir ki, hansı qiymətində 2 bölü x və 3 bölü x kəsirlərinin hasili ilə cəmi birinə bərabərdir. Ona görə mən yazaram 2 bölü x vur 3 bölü x. Bərabərdir bunların cəminə. Yəni 2 bölü x üzərinə gəl 3 bölü x. Bu tənliyi həll eləyəcəm. Olur 6 bölünsün x kvadratı bərabərdir. Orta məxrəc x-də 5. Tənasüb kimi çarpaz vursaq 5x kvadratı bərabər olur 6x-ə. 5x kvadratı çıxılsın 6x bərabər olur 0-a. X-in birinci kökü 0 olur. İkinci kökü də olur 1/2. Biz təbii ki 0-ı götürə bilmərik. Çünki x kəsri məxrəcindədir. Cavab 1/2 olacaq. Yəni 5-də 6.
Növbəti 78-ci suala baxaq. Deməli, bizə belə bir bərabərsizlik verilib. Yazıb ki, x çıxılsın 6 bölünsün modulda x minus 3 kiçikdir 0 bərabərsizliyinin natural həllərinin sayını tapın. Təbii ki, kəsrin məxrəci uşaqlar həmişə müsbətdir. Biz sadəcə ümumi nisbətin mənfi olması üçün kəsrin sürətini 0-dan kiçik götürməliyik. Onda x buradan 6-dan kiçik olduğunu alırıq. X 6-dan kiçik hansı qiymətləri alır? 1, 2, 3, 4 və 5 natural qiymətlərdən söhbət gedir. 3-ü burada götürə bilmərik, çünki kəsr məxrəcində x minus 3 modul daxilindədir. Məxrəc 0 ola bilməz. Bizdən indi sayını istəyir 1, 2, 3, 4 dənə. Doğru cavab 78-də 4 olacaq. İndi gəldik çatdıq ətraflı yazılı cavab tələb olunan tapşırıqlara. Yəni 79-cu suala. Yazıb ki, zavoddakı 360 işçinin 65%-i birinci növbə. Mən burada yazacağım birinci növbə və ikinci növbə. İndi 360 işçinin 65%-i birinci növbə işləyir. Gəlin əvvəlcə 360-ın 65%-ini tapaq. Görə neçə eləyir? Buradan ixtisarlarımızı aparsaq 4-ə ixtisar gedəcək 9. Burada qalır 25. 65 yəni 25-i 5-ə ixtisar aparsaq 13. Burada da qalır 5. 9-un 13-ə hasili 117. 117-ni də 5-ə böləndə deməli 117 bölünsün 5. Eləyir 23,4. Qalanları isə ikinci növbə işləyir. Uşaqlar bu maraqlıdır. Bu niyə tam cavab alınmadı? 360-ın 65-ə vurub 100-ə böldük. Bircə dəqiqə. Bu işçilərin sayı bircə dəqiqə. Bir dənə təzədən hesablayaq. Bəlkə hardasa səhv elədik. 360-ın 65%-ini tapmalıyam. Yəni 360-ı 65-ə vurub 100-ə bölməliyik. Burada olur 36 vur 65 böl 10. 36-nı 65-ə vuranda görə neçə eləyir 36-nın 65-ə hasili? 2340 eləyir. Ona da böləndə 234. 234 olur cavabımız. Qalanları isə ikinci növbə işləyir. Qalanlarının neçə olduğunu tapmaq üçün 360-dan təbii ki 234-ü çıxarıq. Burada 122 nəfər. Daha sonra deyir ki, zavodda işə götürülən 40 yeni işçinin neçəsi birinci növbə işləməlidir? İkinci növbə işləyənlər bütün işçilərin 36% olsun. Deməli 40 dənə yeni işçi götürülür. Deyir ki, neçəsi birinci növbə işləməlidir ki, bilmirəm. X-i birinci növbə işləməlidir. X-i birinci növbə işləsə, onda buradan birinci növbə işləyənlərin sayı olacaq 234 plus X. 40 nəfər götürülmüşdü. Qalanları da təbii ki, o 40 minus X də ikinci növbə işləyəcək. İkinci növbə işləyənlərin sayısı olacaq 122 üstünə gəl 40 çıxılsın X. Və bizə deyir ki, ikinci növbə işləyənlər, yəni baxın bu ifadə 162 çıxılsın X. Bütün işçilərin əvvəl 360 işçi var idi. 40 yeni işçi də götürdüklərinə görə 4 işçi olur. 36% olsun. Yəni 100-ə vurub 36-ya bərabər işləyir. Buradan 162 çıxılsın X bölünsün 4 bərabər olur 36-ya. Buradan 162 çıxılsın X bərabər olmalıdır 144-ə. X-i tapsaq X-ə bərabər olur 18. Deməli 18-i birinci növbə işləməlidir. Cavab 18-dir. Maraqlı çalışma idi. Davam edək növbəti 80-ci sualına. Deyir ki, ABC üçbucağında sual 80-ə baxırıq. D-yə paraleldir AC-yə. DB 10-dur, bura 6-dır. AC çıxılsın D-yə 9-dur. Onda mən D-yə x desəm, bura x plus 9 olacaq. Düzdürmü? İnşallah mən Fales teoremi ilə yazsam, deməli 10-un 16-ya nisbəti bərabər olmalıdır x-in x plus 9-a nisbətinə. Buradan çarpaz vurub həlləsək 16x bərabər olur 10x üstünə gəl 90-a. 6x bərabər olur 90-a. X bərabər olur 15-ə. X-i 15 tapandan sonra artıq bu x-ləri silib yerinə bunun yerinə 15 yazacağım. Oturacağı da olur neçə? 24. Oturacağı da olur 24. İndi bizdən perimetr ADC-ni istəyir. Bax bu trapesiyanın perimetrini istəyir. Bunu da perimetrini tapmaq üçün əvvəlcə bu tərəfi tapmalıyıq. Yenə Falesdən yazsam. Deməli 10-un 16-ya nisbəti bərabər olmalıdır 15-in 15 plus y-ə nisbətinə. Buradan 150, gəlin belə eləyək, 10-la 15-i ixtisar aparaq. 10-la 15-i ixtisar aparaq. Bu hesablama rahat olsun. 10-un yerinə 2, 15-in yerinə 3 qalır. İndi çarpaz vursaq
30 üzərinə gəlinsin 2y bərabərdir 48-ə. Y də bərabər olur 9-a. Y-i də 9 tapdım. Artı deməli bu trapesiyanın bu tərəfinə tapmış olur 9. Perimetr də bərabər olacaq bu 4 tərəfin cəmi. 6, 15, 9, 24. Eləyir 30, 54. Cavab 54 santimetr olacaq. Növbəti 81-ci suala baxaq. Küçünün hansı qiymətində bu nöqtələrdən keçən düz xətt bu parabolaya toxunur? Uşaqlar, bu iki nöqtədən keçən deməli toxunursa, bu parabolaya toxunursa, baxın, ta ki parabola bu şəkildə toxunursa, deməli bunun törəməsi bu nöqtələrdən keçən düz xəttin bucaq əmsalına bərabər olmalıdır. Mən 1, 4 və 2, 7 nöqtəsindən keçən əvvəlcə düz xəttin tənliyini yazacağam. Necə yazarıq? Y bərabərdir təbii ki kx plus 5 şəklindədir. Buradan nə olacaq? İndi x-in yenə 1 qoyanda y 4 olur. 4 bərabərdir k üzərinə gəlinsin b-yə. 2 qoyanda isə y olur. 7 olur. Yəni 7 bərabərdir 2k üzərinə gəlinsin b-yə. Aşağıdan yuxarı çıxsaq k bərabər olur 3-ə. K-nı 3 tapandan sonra b-ni 1 tapmış oluram. Onda bizim həmin o funksiyamız 3x üzərinə gəlinsin 1 şəklindədir. Bunun k-sı neçədir? 3-dür. İndi mən bu parabolanın küçünün hansı qiymətindədir ki, küçünün hansı qiymətində bu nöqtələrdən keçən düz xətt bu parabolaya toxunur. Parabolaya toxunursa uşaqlar, deməli bu eyni qiymət həmin toxunduqları nöqtədə bunlar, yəni x kvadratı çıxılsın 3x plus 2 funksiyası və 3x plus 1 funksiyası eyni qiymətləri alır. Bunu kəsilsək bərabərliyin sonuna x kvadratı çıxılsın 6x üstə gəl 2 minus 1 bərabərlik 0-dır. Toxunursa deməli bunun bir dənə həlli var. Bir dənə həlli olması üçün də diskriminantı 0-a bərabər olmalıdır. 36 çıxılsın 4 vurulsun 2 minus 1 bərabər olmalıdır 0-a. Buradan 36 çıxılsın 4 2 üzərinə gəlinsin 4 bərabər olur 0-a. Küçünün də 10 olduğunu alırıq. Deməli küçünün 10 qiymətində. 82-ci suala baxaq. Sonsuz azalan həndəsi silsilənin ikinci həddi, yəni B2 324-dür. 6-cı həddi 64 olarsa silsilə cəmini tapın. Sonsuz azalan həndəsi silsilənin cəmi B1 bölünsün 1 minus 2 üstünə hesablanır. Buradan əvvəlcə gəlin küçünü tapaq. Q bərabər olacaq 4-cü dərəcədən kök altında B6 bölünsün B2. O da bərabər olacaq 4-cü dərəcədən 64-ün 324-dən nisbəti 300, deməli belə yazacağım da bunu. 64 bölünsün 324. 4-ü ixtisar aparsaq, eləyir 4-cü dərəcədən 16 bölünsün 81. Ayrı arada kök alsaq 2 bölünsün 3-də 2 eləyir. Deməli Q-ni tapdıq. Sonra B-ni gələk, B1-i tapaq. B2 bərabərdir təbii ki B1 vurulsun Q olduğuna görə B1-i tapmaq üçün B2-ni Q-yə bölməliyik. B2-miz 324-dür. 3-də 2-yə böləndə 2-də 3-ə vuracam. Eləyir, deməli 162 vurulsun 3. Deməli eləyir neçə? 486. B1 də tapdıq. İndi aparıb bu düsturda yerinə qoyaq. 486 bölünsün 1 çıxılsın 3-də 2. Bu da olur 486 bölünsün 3'də 1, yəni vurulsun 3. 8 1 yadda, 24 25 2 yadda 1458 olur. Cavab 1458 olacaq. Növbəti 83-cü suala baxaq. Yazıb ki, çevrə daxilinə çəkilmiş üçbucağın bir çevrə çəkək. Gəlin bunu sağ tərəfdən yazaq. Çünki burada çevrə yaxşı alınmayacaq. Deməli, sual neçədir? 83. Bir çevrə çəkək. Bu çevrənin daxilinə üçbucaq çəkilib. Çevrənin daxilinə üçbucaq çəkilib. Deyək ki, üçbucağın təpə nöqtələri çevrəni ardıcıl olaraq biri digərindən 30 dərəcə böyük olan üç qövsə ayırır. Bura x plus 30, burada x plus 60 olacaq. Bu üç qövsün cəmi mənə 360-ı verməlidir. Təbii ki, x plus 30 üzərinə gəlinsin. X plus 60 bərabər olmalıdır 360-a. Buradan 3x bərabər olur. 360 çıxılsın 90, 270-ə. X-i tapırıq ki, 90-dır. X-i 90 tapandan sonra bura 90 olur. Deməli, bu üçbucağın bu daxili bucağı 45 dərəcə olur. Daha sonra bura olur 120 dərəcə. Onda bu daxili bucaqda 60 dərəcə olur. Çünki daxilə çəkilmiş bucaqdır. Bura olur 150. Üçbucağın bu daxili bucağı da olur 75 dərəcə.
Bizə nə deyir ki, bu üçbucağın daxili bucaqlarının ən kiçiyi ən böyüyünün neçə faizidir? Ən kiçiyi 45-dir, ən böyüyü də 75-dir. 45-in 75-in neçə faizi olduğunu tapmalıyam. 25'e xısar aparsaq 3, 4, 60%. Doğru cavab 60% olacaq. Davam edək. 83'də doğru cavab oldu 60%. Davam edək növbəti 84-cü sualına. Yazılıb ki, A və B vektorları perpendikulyar. Deməli, A vektorunun koordinatları 2 - 3'dür. B vektorunun koordinatları da 6m'dir. Perpendikulyardırsa onda bunların skaler hasili 0'a bərabər olmalıdır. Onda skaler hasilin düsturundan istifadə etsəm 2 vur 6 üzərinə gəlinsin -3 vurulsun m bərabər olmalıdır 0'a. Buradan 12 çıxılsın 3m bərabər olur 0'a. M'i tapırıq ki m 4'dür. M 4'dür və A vektoru deyir ki C ilə də paraleldir. A vektorunun koordinatları 2 - 3 idi. C vektorunun koordinatları da bizə -4m verilir. Bunlar paraleldirsə onda bunların uyğun koordinatların nisbətləri bərabər olmalıdır. Yəni -4'ün 2'yə bərabər olmalıdır n'in 3'ə. Buradan n bərabər olur -6'ya. M'i də n'i də tapandan sonra bizdən elə m və n ədədlərini tapın deyir. M4, n də -6 olacaq. Sonuncu 85-ci suala baxaq. Yazıb ki, orta xətti 40 cm olan düzbucaqlı trapesiyanın, belə bir düzbucaqlı trapesiya çəkəcəm. Düzbucaqlı trapesiyadırsa 2 dənə daxili bucağı 90 dərəcə olmalıdır. Oturacaqları 3/5 nisbətindədir. 3k, 5k yaza bilərəm. Daha sonra buradan bir dənə hündürlük endirəcəm. Bu 3k'nı paralel köçürəcəm aşağı. Burada 3k olacaq. Burada 3k olacaq. Təbii ki, burası üçün 2k qalır. Böyük yan tərəfidir ki 29 cm. Burada 29 cm-dir. Kiçik yan tərəfidir tapın. Orta xətti 40-dırsa, orta xətt bilir ki, oturacaqları zəminin yarısıdır. Onda 5k üzərinə 3k, 8k'nın 80 olması lazımdır. K'nı 10 tapırıq. K'nı 10 tapandan sonra artıq deməli mən bura 2k'nın yerinə 20 yaza bilərəm. Bura olur 20. Pifagoru tətbiq eləsəm, bu trapesiyanın hündürlüyünü tapmış olaram. 29, bura bir h desəm, h-ın kvadratı üzərinə gəlsin 20'nin kvadratı bərabər olmalıdır 29'un kvadratına. Buradan h kvadrat bərabərdir 29'un kvadratından 20'nin kvadratını çıxanda olur 9 vurulsun 49. H da bərabər olur 3 vurulsun 7, yəni 21. H-ı tapdıq 21. Bu bizim trapesiyanın həm də kiçik yan tərəfidir. Doğru cavab olur 21 cm. Belə uşaqlar, bugünkü videomuz bu qədər. Gələn dərsdə görüşənədək hələlik sağ olun.